Roma say sistemində ədəd verilib bizə, onluq say sistemində hansı ədədə uyğundur onu soruşur. Roma say sistemində m 1000-dir. M və m-dən öncə s verib, yəni 100 verib. Bu deməkdir ki, m əgər kiçik ədəd böyükdən sol tərəfdə verilibsə çıxmaq lazımdır, yəni 900. Bu adada s 100-dür, 100-dən öncə isə bizə 10 verib, yəni 90. X 10'da ondan öncə də 1 verib, yəni 9. Cəmi olacaq 1999. Onluqda A. Evcibi rəng modelində kodlaşdırılmış qrafik təsvirin 1 piksel yaddaşda nə qədər yer tutur? Evcibi rəng modelində 1 piksel 3 byte, yəni 24 bit yer tutacaq. Doğru cavabımız D. 345 altılıqda ədədin onluq say sistemindəki açıq yazılış formasını təyin edin. Mən bunu 345-i altılıq say sistemindən onluq say sisteminə keçirmək istəsəm nə edərəm? Üzərinə 6 üstü 0, 6 üstü 1, 6 üstü 2 yazaram. Hər ədədi öz üzərindəki əsasın qüvvətinə vurmalıyam. Yəni 3 vurulsun 6-nın kvadratı, 4 vurulsun 6 üstü 1, 5 vurulsun 6 üstü 0. Bu da oldu ədədin açıq yazılış forması. Doğru cavab variantımız olacaq C. İkili say sistemindəki ədədin seçili say sistemindəki qarşılığını tapın. İkili say sistemində belə bir ədəd verilib. Seçili say sisteminə keçirmək istəsəm, ilk öncə ədədi 3-3 bölməliyəm. Bölmə 3-3 ayırmağımı isə bölmə yəni bir-birindən ayırmalıyam 3-3. 111 və 110. Burada bir neçə üsul var. Ya bu ədədlər əzbər yadınızda qalıbsa, bilməlisiniz ki 7 və 6 ədədidir. 67 edəcək. Və yaxud da digər bir üsul, əgər əzbər yadınızda qalmırsa, üzərinə 2 üstü 0, 1, 2, 4 üsulu, 1, 2, 4 üsulundan istifadə edirəm. 1-in qüvvətində hansı ədədlər varsa, onun cəmini tapım. 4 üstə gəlir 2, 6. Burada hər üç ədədin 1-dir. 4 üstə gəlir 2, 6, bu da 1, 7. 67, 8-likdə. Sanki hər bir ədədi 3-3 ayırdıqdan sonra onluq say sisteminə necə keçid edirik? Üzərinə 2 üstü 0, 2 üstü 1, 3 üstü 2 yazırıq. Burada da həmin üsul. 2 üstü 0, 1 deməkdir, 2 üstü 1, 2 deməkdir, 2 üstü 2 də 4 deməkdir. Hər bir ədədi ayrılıqda keçirib qiymətini tapmalıyıq. 67, 8-likdə. B. Şəkildə göstərilmiş qrafda P təpəsindən Z təpəsinə neçə müxtəlif yolla getmək olur? İlk öncə ilk təpəmiz P-dir. P təpəsindən çıxan yollara baxaq. O-ya bir yolla, U-ya bir yolla, R-yə isə bir yolla gedib. O-dan gedən yolların sayı 1-dir. Bir yolla gəlmişiksə, hər oxun üzərində 1 yazırıq. R-yə gələn yolların sayı 1-dir. S-ə gələn yolun sayı 2-dir. Gördüyümüz kimi deməli, S-dən çıxan yollarımız da 2-dir. T'yə gələn yollarımız R-yə 1 gəlibsə 1 çıxmışdı. T'yə gələn 1, 2, burada da 2, 4. Deməli, T'dən çıxan yollarımıza 4 yazdıq. V-yə gələn yolumuz da 2-dir. 2 müxtəlif yolla. Əslində S-ə gələn yolumuz bəli 2-dir. 2 müxtəlif yolla gəlinib. U-ya gələn yollar 4, 2, bir də 1, 6, 7-dir. U-ya 7 yolla gəlmişiksə 7 yolla da çıxmalıyıq. Ümumilikdə Z-yə gələn yollar, yəni oxların üzərindəki qiymətləri sayırıq. 7 üstə gəl 4, 11, o da 2, 13. P nöqtəsinə Z nöqtəsinə 13 müxtəlif yolla getmək mümkündür. Doğru cavabımız C. Bu tapşırıqda verilən ədədlərdən ən kiçiyini seçmək üçün ədədlərimiz çox böyük olmadığına görə ən əlverişli üsul ilə onluq say sisteminə keçiddir. A-da 33-dür. B-də 25-i 16-lıqdan onluq say sisteminə keçirtsək 37 olacaq. 40-ı onluq say sisteminə keçirtsək 32 olacaq.
48'likdə bərabərdir 32 onluqda. Bu ədədimizi, yəni baxaq, onluq say sisteminə keçirtmək istəsək, 2 üstə 0, 1, 3, 4, 5 olacaq. 32 üstəgəl 8 üstəgəl 4 üstəgəl 2. Bu da olacaq 46. 112-ni keçirtmək istəsək, üçlü say sistemindən onluq say sisteminə, nə üçün onluğa keçdik həmçinin? 8, 16, 2 bu say sistemlərində keçid etmək mümkün olsa da, üçlü say sistemində mütləq yenə də onluq say sisteminə ancaq keçid olur. Onun üçün ən əlverişli üsul onluğa keçid üsuludur. Olacaq 3-ün kvadratı 9, üstəgəl 3, üstəgəl 2. 14. Bizim ədədlərimiz oldu elə 33-ün özü, 37, 32, 46, 14. Burada ən kiçik ədədimiz elə 14. Burada ədədimiz 14 oldu. Y variantında, yəni 112 ən böyük ədəd kimi görünsə belə üçlü say sistemindədir. Onluq say sisteminə keçid edən zaman cavab oldu 14. İndi 33, 37, 32, 46 və 14 ədədlərin içərisində ən kiçik ədədimiz elə 14-dür, yəni Y variantı. Modelin orijinala uyğunluq dərəcəsi necə adlanır? Adekvatlıq dərəcəsidir A. A5 ədədi 16-lıqda çıxılsın 3, B ədədi 16-lıqda. 16-lıq say sistemində çıxma verilib. Burada 16 olmalıdır əslində. Demək, 16-lıq say sistemində çıxma necə olacaq? İlk öncə 5-dən, B də bildiyimiz kimi 11-dir. Kəmiyyət ölçüsü 11-dir. B rəqəm ədədinin simvolunun, ədəd deməkdir doğrudur, simvolunun. 5-dən 11 çıxa bilmərik. Deməli, bir 16-lıq aldıq. 16-nın üzərinə 5 gəldi, 21. Nə üçün 16-lıq aldıq? Çünki 16-lıq say sistemində işləyirik biz. 21-dən 11 çıxdığımız zaman olur cavab 10. Biz 16-lıq say sistemi onu əvəz edən simvolumuz A-dır. Burada qaldı 9. 9-dan da 3 çıxdığımız zaman oldu 6. 6A. Doğru cavabımız D. 250 simvoldan ibarət əlifbada bir simvol neçə bit informasiya daşıyır? Harf disturunu xatırlayırıq. Əlifbanın gücü N-dir, E isə informasiya miqdarıdır. Burada bizdə 250 simvol varsa əlifbamızda 2 üstü 8 ilə, yəni 8 bitlə kodlaşdırırıq. Nə üçün? 2 üstü 7 seçsək 128 simvol olacaq. 250 simvol, 128 simvolu yerləşdirmək çətin olar. Yerləşməyəcək. Ona görə biz 256 simvolluq olan əlifbanın gücündən istifadə edə bilərik. Yəni 8 bitlə kodlaşdırarıq ki, 250 simvolumuzu tam kodlaşdıra bilək. Olacaq Y variantı. Ağac verilənlər strukturunun xüsusiyyətləri ilə bağlı yanlış fikri seçin. Ağac iyerarxik quruluşlu qrafdır. Bəli, ağac vayı formasında olan qrafdır. Doğrudur. Ağacda bir təpədən digərinə bir neçə yol ola bilər. Bu yanlışdır. Ağacdan hər təpədən digər təpə yalnız bir yol gedə bilir. Elə burada yanlış fikir istədiyinə görə yanlış fikrimiz B-dir. Ağacda ilgək yoxdur, doğrudur. Ağacın ilk təpəsi kökdür, ağacın sonuncu təpəsi yarpaq ağlanır. B variantından başqa digər variantlarımız doğrudur. B isə yanlış variantdır. B. B variantımız yəni yanlış fikirdir desək daha doğrudur. Əlifbanın gücü 128-ə bərabərdir. Bu əlifbada yazılmış mətn yaddaşda 3,5 kilobayt yer tutur. Mətndə istifadə olunan simvolların sayı nə qədər olar? Simvol sayı və həcm necədir? Simvolların sayı, mətndəki simvolların sayı, yəni vurulsun i-yə, yəni bir simvol tutduğu yerə bərabərdir həcm. Bizə əlifbanın gücü verilib, əlifbanın gücündən i-ni tapmalıyıq. Əgər n bərabərdirsə 2 üstü i, 128 də bərabər olacaq 2 üstü 7. Bu da 7 bit deməkdir. Yəni bir simvolumuza 7 bit düşür. i-nin qiyməti 7 bitdir. Simvolların sayını buradan tapa bilərik. Həcmimiz isə 3,5 kilobaytdır. Deməli, simvol bərabərdir 3,5 kilobayt bölünsün 7 bitə.
həcmi informasiya miqdarına bölsək, simvol sayını tapmış olacağıq. 3,5 kilobaytı isə keçirdək biz bitə. 2 üstü 13-ə vurmalıyıq. Bölməliyik 7 bitə. Bərabər olacaq. 7 3,5 ilə getsə 2. 2 ilə 2 üstü 13-ü ixtisar etsəm qalacaq 2 üstü 12 bit. Bu da olacaq 4096 bit. Doğru cavabımız C. 16 megabayt informasiya həcmi neçə bitə bərabərdir? 16 megabaytımız bərabərdir 2 üstü 23 bit. 16 megabaytımız 16 və 2 üstü 23 olacaq. 16'nı da 2 üstü 4 kimi yazsaq, 2 üstü 23'ə vursaq olacaq 2 üstü 27 bit. Doğru cavabımız D. Modeli yaradılan obyekt necə adlanır? Modeli yaradılan obyekt prototip adlanır. Doğru cavab Y. Unicode standartı ilə yazılmış mətn sənədində 1024 simvol varsa, bu sənəd ASCII standartına keçdikdə həcmi neçə bayt azalacaq? Biz bilirik ki, ASCII standartını 2'ye vurduqda Unicode'a keçmiş oluruq. Unicode. Demək, bu mətni ASCII standartına keçirdikdə həcmi ilə 1024 simvolda azalmış olacaq. Nə üçün? Biz hər hansı bir mətni, simvol sayını Unicode'a keçirmək üçün, ASCII-də ilə bir simvol 1 bayt olduğuna görə Unicode'a keçirmək üçün, Unicode'da 2 baytdır çünki 2'ye vurmalıyıq. İndi biz Unicode'da yazılmış mətni, burada mətndəki simvolun sayıdır, həcmi deyil. Neçə simvol varsa, elə öz simvolun sayı qədər də azalmış olacaq ASCII-yə keçirdiyimiz zaman. Yəni ASCII-də həcmi olacaq elə 1024 bayt. Yəni belə deyək, əgər bizim 1024 simvolumuz varsa, biz bunu Unicode'a keçirdiyimiz zaman 1024 simvol 2 bayta vurub 2048 alarıq. Unicode'a keçirdiyimiz zaman. ASCII-də isə 1024'ü vurarıq 1 bayta, 1024 alarıq. Və sonra 2048'dən 1024'ü çıxıb, elə 1024'də saxlayaq. Unicode-la ASCII-nin fərqini 1024 bayt edəcək. Doğru cavabımız A. Obyekti riyazi simvollar, düsturlar, ifadələr, funksiyalar şəklində təsvir edən modellər necə adlanır? Obyekti riyazi simvol, düstur, ifadə şəklində ilə riyazi modellər adlanır. İfadə etsək, riyazi model olacaq. Doğru cavabımız B. 76. ASCII və Unicode kodlaşdırma standartı üçün doğru olan təklifi seçin. Hər iki standartda bir simvol 2 bayt yer tutur, xeyir, yanlışdır. Bizdən doğrunu istəyir. ASCII-də 1 bayt, Unicode'da 2 bayt tutur. ASCII Unicode'dan daha çox simvol kodlaşdıra bilir, xeyir. ASCII-də 256, Unicode'da 65536 simvol olur. Unicode əlifbası 65536 simvoldan ibarətdir. Bəli, indi də dediyim kimi doğru ilə C variantı olacaq. Digər variantımıza da baxaq. Unicode yaddaşa qənaət baxımından daha üstündür, xeyir. ASCII daha üstündür, çünki ASCII-də 1 baytdır. Əlifbanın gücü 28 olan ASCII 1024 simvolu kodlaşdırır, xeyir. ASCII-də əlifbanın gücü 28 deyil, əlifbanın gücü 256-dır və 1024 simvolda kodlaşdıra bilmir. Elə 256 simvolda kodlaşdıra bilir. Deməli, burada doğru cavabımız C olacaq. Verilənləri müəyyən bir qaydada sütun və sətirlərdə təşkil etdiyi model necə adlanır? Sütun və sətirlərdən ibarət modelimiz cədvəl informasiya modelidir. Doğru cavabımız Y. İnformasiyanın məzmununun və ya təqdim olunma formasının dəyişdirilməsi prosesi informasiya proseslərinin hansı növünə aiddir? İnformasiyanın məzmunu dəyişirsə, təqdim olunma forması dəyişirsə, bu zaman emal prosesi baş verir. Doğru cavabımız C. Emal. Kompüter modelinin qurulması mərhələlərini ardıcıl müəyyən edin.
Biz kompüter modeli qurarkən ilk öncə təsvir modeli qurulub, bir. Daha sonra təsvirin formal modeli qurulub, ikinci yerdə. Daha sonra onun kompüter modelini qurmuş olarıq, üçüncü yerdə, yəni bu gedəcək. Daha sonra onun kompüter eksperimenti, yəni qurduğumuz modeli testdən keçirmiş oluruq. Sonda isə nəticənin təhlili. 1, 2, 3, 4, 5. İndi nömrələrinə baxsaq, buradakı ardıcıllıq olacaq 3. İkinci yerinin nömrəsi 4. Sonra oldu 1. Daha sonra oldu 5. Və sonda nəticənin təhlili. 3, 4, 1, 5, 2. Yəni D variantı. Vektor qrafikasında görüntüləri təsvir etmək üçün görüntüləri təsvir etmək üçün istifadə olunan əsas element nədir? Raster qrafikası piksellərdən ibarət olsa da, vektor qrafikası həndəsi obyektlərdən ibarətdir. Doğru cavabımız D. Aşağıdakı informasiya ölçü vahidlərini artan sıra ilə düzün. Artan sıra deyirsə, birinci olacaq kilobayt, daha sonra gələcək megabayt, sonra gələcək terabayt, gigabayt, sonra terabayt. Üzürlüsən, gigabayt, daha sonra isə terabayt. Yəni bit, bayt, kilobayt, megabayt, gigabayt, terabayt. İndi bu nömrələrinə görə yazsaq 3, megabayt olacaq 1, gigabayt olacaq 4, terabayt olacaq 2. 3, 1, 4, 2. Doğru cavabımız oldu B variantı. İnformasiyanın əsas proseslərinə aid deyil. İnformasiyanın 4 əsas prosesi var. Emal, saxlanma, qəbul etmə və ötürülmə. Bizdən deyil soruşur. İnformasiyanın çevrilməsi əsas informasiya prosesi deyil. Doğru cavabımız A. Hansı yazılış qaydaları yanlışdır? A, F0316 say sistemində doğrudur, ola bilər. Bizdən yanlışı soruşur. 10101 ikili say sistemində bu da ola bilər. B5C onlu say sistemində B və yaxud da C simvolları ola bilməz. Deməli, yanlışdır. 3. 1-6, 16-16-lıqda ola bilər. Çünki bu 16 yox, 1-6 kimi qəbul edilir simvollarımız. Doğrudur. 6-7-8. 8 özü 8-li say sistemində ola bilməz. 5. 1-0-2-1-0 2 ikili say sistemində ola bilməz. Deməli 5, 1 də 6. 3, 5, 6. Doğru cavabımız. Bir ağacın 35 tili olduğu məlumdur. Bu ağacın neçə təpə nöqtəsi var? 35 tili olan ağacın həmişə təpə nöqtəsi bir vahid çoxdur. Yəni 36-dır. Məsələn, sizə belə bir ağac çəksəm, özünüz düşünün, 4 təpəm varsa 3 til olacaq. Çünki hər bir təpə bir tillə əlaqələnib. İlk təpəmiz, kökümüz isə heç bir tillə əlaqələnməyib. Və bu formada da biz davam edərik ağac informasiyasında. Beləliklə, təpə nöqtələrimiz tillərdən bir vahid çox olur. Bizim də 35 tilimiz varsa təpələrimiz olacaq 36. Doğru cavabımız 36. Hansılar informasiyanın xassələridir? İnformasiyanın 5 xassəsi var. Obyektivlik 1. Nəticəvilik alqoritmə aiddir. 3. Aktuallıq doğrudur. Etibarlılıq doğrudur. Anlaşıqlılıq doğrudur. Müəyyəni isə alqoritmə aiddir. 1, 3, 4, 5 doğru cavabımız. Deməli, burada bizdə qrafdan ən uzun yolu soruşur. Yolları necə taparıq? M nöqtəsindən P nöqtəsinə gedən ən uzun yolu soruşur. P nöqtəsinə necə gedə bilərəm? M, Q, P 16. M, N, P bu da 16 olacaq. M, Q, N, P M, Q, N, P bu zaman olacaq 29. M, N, O, P M, N 6 5, 11 11 üstə gəl 9, 20. Həmçinin ən uzun yolu soruşur bizdən. Ən uzun yol ola bilər. Bunu silək ki, qarışıq görsənməsin. M, Q, N, O, P.
belə də ola bilər. Bəs belə gəlsək, belə olsaydı əgər 10, bu da 19, 29 olardı, düz olmazdı. Və ən uzun yolumuz elə bu olacaq. Deməli, hansı yol oldu? M, Q, N, O, P. M, Q 11, Q'dən N'ə 8, N'dən O'ya 5, O'dan P'yə isə 9. 20, 33. Ən uzun yolumuz. Hartli düsturuna əsasən uyğunluğu müəyyən edin. Əlifbanın gücü verilib, bir də hər simvol informasiya miqdarı verilib. Hartli düsturuna əsasən 16 nəyə bərabərdir? 2 üstü 4-ə. 2 nəyə bərabərdir? 2 üstü 1-ə. 32 isə bərabərdir 2 üstü 5-ə. Hartli düsturu bu formadadır. Yəni, bu olacaq 4 bit B birincidə. İkincidə olacaq 1, yəni A. Üçüncünün cavabı olacaq 5, yəni D. B, A, D. Həcmi 32 kilobayt olan mətn faylı 8 səhifədən ibarətdir. Hər səhifədə 16 sətir, hər sətirdə 256 simvol var. Faylın kodlaşdırdığı əlifbadakı müxtəlif simvolların sayını tapın. Deməli, həcm bərabərdir səhifə vurulsun sətir, vurulsun simvol sayı və vurulsun informasiya miqdarına. Bu da informasiya miqdarını tapmaq üçün nə etməliyik? İnformasiya miqdarını biz birinci tapmalıyıq ki, orada əlifbadakı müxtəlif simvolların sayını da tapa bilək. İnformasiya miqdarı bərabərdir, həcm bölünsün. Burada səhifə, sətir və simvola. Hər bir verilmiş qiyməti yerinə qoyaq. Və informasiya miqdarı bitlədir. Çünki Hartli düsturuna görə n bərabərdir 2 üstü i, i isə bitlər hesablanır. Həcmimiz 32 kilobaytdır. Bölək 8 vur 16 vur 256-ya. 1 kilobaytdan keçmək istəsək bitər 2 üstü 13-ə vurmalıyıq. Bu zaman bizim ixtisarlarımız gedəcək. Əvvəlcə sürət məxrəci tam düzəldək. 32 2 üstü 5, 2 üstü 3, 2 üstü 18. Burada da 2 üstü 3, 2 üstü 4 və 2 üstü 7. 7 yox, 2 üstü 8, üzr sayın. 8, 7, 15, 2 üstü 15. Bu olacaq 2 üstü 3, yəni 8. İ əgər 8-dirsə, burada verildiyi düstura əsasən 2 üstü 8, 256 edəcək. Demək, bizdəki əlifbanın gücü 256-dır. Əlifbadakı müxtəlif simvolların sayı 256-dır. Verilmiş məsələdə burada 6C olacaq. Deməli, 6C 16-lıq say sistemindədir. Stirkevlərin sayını bizdə sonda onluq say sistemində istədiyinə ki, onluq say sisteminə keçirsək, 16 üstü 0, 16 üstü 1, 6 və 16 üstü 1 üzərinə gələcək. Ədədi C simvolumuz 12-dir. 96 üstəcək 12. Edəcək 108. Onluqda. Bu ədəd isə 1, 1, 0, 0 ikilikdə. İkilikdən onluq say sisteminə keçirsək, 2 üstü 1, 2 üstü 2, 2 üstü 3, 8 üstəcək 4, 12 onluqda. İndi hər dostuna onluq sayısında neçə stirkev düşər? 108-i bölürük 12-yə, olacaq 9 stirkev. 9 stirkev düşəcək. 16 kadr saniyə sürətlə işləyən video fayl 5 saniyə davam etmişdi. RGB sistemində kodlaşdırılmış bu faylda hər bir kadr 356 və 356 nöqtədən ibarətdir. Faylın yaddaşda tutduğu həcmi megabaytla hesablayın. Biz faylın həcmini tapmaq üçün 5 saniyədə 16 kadr gedibsə, yəni həcmimizə görə Q bərabərdir V vurulsun T düsturuna əsasən. V 16-dır, T isə 5-dir. 16-nı vurmalıyıq 5-ə. Həmçinin biz bir kadra düşən informasiyanın miqdarını da tapmalıyıq.
Əgər bir kadr RGB sistemində kodlaşdırılıb və hər bir kadr 356 nöqtədən ibarətdirsə, belə bu deməkdir ki, bir kadrımıza düşüb 256 vur 256 vurulsun 24 bit və megabaytla. Bizdən megabaytla istəyib. Yəni nə etməliyik? 223-ə bölməliyik. Bir kadrımıza bu qədər düşübsə, 16 belə kadra nə qədər informasiya miqdarı düşəcək və 5 saniyədə nə qədər ötürə bilərik. Elə bu 16/5-i də yanında yazsaq, hamısının hasilini tapaq megabaytla. 2 üstü 8, bu da 2 üstü 8, 2 üstü 16 dəqiqə 2 üstü 16 24 biti 3/8 kimi yaza bilərəm. 16/5-i də 2 üstü 4 vurulsun 5 kimi yaza bilərəm. Həmçə 2 üstü 3 deməkdir bu. Məxrəcdə də 2 üstü 23 olduğu kimi qaldı. Yəni bacardığımız qədər 2-nin qüvvətlərini gətiririk ki, bizim üçün ixtisar aparmaq rahat olsun. 3 ilə 5 qaldı sürətimizdə. Bu da oldu 15 megabayt. Deməli, 16 kadr saniyə sürətlə işləyən bir video fayl 5 saniyə davam edibsə və RGB-də kodlaşdırılıb 256 nöqtədən ibarətdirsə, bir kadra düşən həcm budur. 16 belə kadra düşən həcm isə vurmalıyıq 16-ya. Həmçinin 5 saniyədə nə qədər ötürə biləriksə vurmalıyıq 5-ə. Cavab olacaq 15 megabayt.